Salam əziz izləyicilərimiz, xoş gördük sizləri. Biz bugün Ağcabədi rayon Hüsülü kəndində qozaman bir müəllimimizin evində qonağıq. Xoş gördük müəllim sizi. Hoş gördük. Hoş gəlmişsiniz. Çox sağ olun müəllim. Çox sağ olun. Adınız, soyadınız? Fətəliyev Şəfa Məmmədoğlu. Mənim neçənci ildə anadan olmusunuz? 1953-cü il 1 iyul. Hansı ali məktəb bitirmisiniz? Hansı ixtisas üzrə dərs demisiniz? Bədən tərbiyə müəllimi ixtisasım olub. Şəki Bəli. Pedaqoji Texnikumunun bədən tərbiyə şöbəsini bitirmişəm. Özüm də yaxşı bacardığıma görə yaxşı dərəcələrim olub. İdman gimnastikası olub mənim ixtisasım. Özüm də ən yaxşı voleybolçu olmuşam güclü. Hər zaman qabaqcıl müəllimlərdən Bəli, olmusunuz. qabaqcıl müəllimlər və uşaqlar, şagirdlər hamısı məni seviblər. Nə Çünki gözəl. elədiyim hərəkətlərlə Hörmətlərini qazanmısınız. Bəli, qazanmışam. Elə kət cəmaatı ümumiyyətlə. Çox gözəl. Müəllimlik fəaliyyətinizə nə vaxt başlamısınız? 1972-ci ildə. Ümumilikdə neçə il fəaliyyət göstərmisiniz? 46. Maşallah. Fəxri adlarınız, mükafatlarınız olub? Mükafat yarışda birinci yerə çıxmışam. Azərbaycan çempionu olmuşam. Mükafat veriblər, fəxri fərman veriblər. Bəli. 1971-ci ildə tələbə gənclərin Spartakiyadasının çempionu olmuşuq. Onda da veriblər. Tələbə vaxtı. Və eyni zamanda Xrustal Qavda mükafat verdilər bizə. Bu Azərbaycan birinciliyində birinci yerə çıxanda həm də fəxri fərman verdilər. Hə. Nə gözəl. Mənim təqaüdə neçənci ildə çıxdınız? Təqaüdə çıxdım, deməli 1915-ci ildə çıxdım, 18-də məktəbdən təmiz çıxartdılar. 2015-ci ildə təqaüdə çıxdınız, 18-ci ildə də bəli, 63 yaşında. Təmiz çıxdınız. Sonra da bəli, təmiz 65 yaş tamam olanda dedilər sağ-salamat məktəb gedim. Müəllimlik sizin üçün nə deməkdir? Müəllimlik bizim üçün, nəinki bizim üçün, millətimiz, dünyamız üçün müəllim elm, örnəkdir. Müəllimsiz heç nə mümkün deyil. Bəli, bütün ziyalılar, hətta hamısı müəllim generalından qarşısında tutmuş, hamısı müəllim qarşısında əyləşir. Bəli, indi Bəli. təbii ki, diplomu müəllim olanlar da var. Bəli. Amma əsl müəllim, şəxsiyyəti müəllim olan, Bəli. biligi müəllim olan müəllimlər olmalıdır, diplom yox. Bəli. Mən həmən müəllimlər sırasında olmuşam, yəni özüm gözəl. tərifləmirəm. Gözəl gününüz olsun, çox sağ olun. Allah sizlərdən razı olsun. Sizlərdən də müəllim, çox sağ olun. Müəllim, həyat yoldaşınızın adı, soyadı? Abduyeva Aybəniz İmralı qızı. İngilis dilli müəllim işləyib 1981-ci ildən 2023-cü il 18 Əkimi. 18-də paraliz vurdu, hə. Allah rəhmət eləsin. Allah ölənlərinizə rəhmət eləsin. Amin. Müəllim, bildiyimizə görə çox gözəl atasınız, çox gözəl babasınız. Çox sağ olun. Neçə evladınız var? Sadəcə olaraq adlarını qeyd edək. Fuad Fətəliyev böyük oğlum, qızım Fətəliyeva Aynurə. Fətəliyev Polad dünyasını dəyişib üçüncü uşaq, bəli, 2017-ci ildə. Onun da 3 nəvəsi yanımdadır, yoldaşı yanımdadır. Allah bütün dünyasını dəyişənlərə rəhmət eləsin. Amin. Allah Teala elimizə, məmləkətimizə, millətimizə, dövlətimizə müharibə göstərməsin. Amin. Fəlakət göstərməsin. Amin müəllim, amin. Yetişməkdə olan gənc nəslimizi, yeni nəslimizi, nəvələrimizi, balalarımızı Allah Teala müharibədən qorusun. Amin. Fələstində baş verən o hərəkətləri görəndə adam başını tükəyə Mənim durur. amin. Allah dünyamızı salamat eləsin. Amin ya Müəllim, Rabbi. ümumilikdə neçə nəvəniz var? 7. 7 nəvəniz var. Nəticə? Nəticəm yox. Olar inşallah. Allah ömrünüzü uzun eləsin. Hə, sağ ol, Nəticə sizdən də də. görəsiniz. Sağ ol. Müəllim, inşallah siz çəkdiyi, işıqlandırdıq Allahın izni ilə. İşıqlandıracağıq. İnşallah. Buradan sizə 10 il sonra, 5 il sonra, hətta 20 il sonra nəvələriniz, nəticələriniz, hətta kötücələriniz belə baxacaq sizlərə. Allah Onlara nə ürək sözlər deyə onların bilərdiniz? xoşbəxt gələcək, müharibəsiz illər. Yəni Allaha ant verirəm öz zəti cəlal hörmətinə. Mən özüm Allaha inananam, özüm namaz qılıram. Allah qəbul eləsin bütün ziyarətçilərimizin. Ramazan ayıdır, Amin. bağışlanma ayıdır, oruçluq ayıdır. Allahın yəni ən gözəl ayların sultanı olan bu Ramazan ayında gələcək nəslimizə, xoşbəxt həyat, yüksək elm, Allah Teala ölkəmizin, Azərbaycanımızın bayrağını dünya ölkələri bayrağında ən yüksək, Ən birinci eləsin, yüksəklərdə olsun. Hər dalğalandırsın. zaman. Çox sağ olun müəllim. Sağ Biz də olun. amin deyirik. Var olasınız müəllim, bizi qonaq qəbul elədiniz. Sağ olun. Dərin təşəkkürümüzü bildiririk sizə, xatirələrinizi bizimlə bölüşdünüz. Çox sağ olun, var olun.